Salam Motivator səhifəsinin dəyərli izləyiciləri, hər birinizi Almaniyanın Lippstadt şəhərindən salamlayırıq. Demək, bugün burada doğrudan da qürur verici bir hadisə baş verir. Belə ki, Almaniyada Aziya International Lippstadt adı altında bir Azərbaycan futbol klubu yaradılıb və fəaliyyət göstərib, bizləri təmsil eləyir. Həqiqətən qürur verici bir andır və bu ən maraqlı tərəfi də ondan ibarətdir ki, bu klubun bütün üzvləri bizim Azərbaycanlı soydaşlarımızdır. Mən yavaş-yavaş oyunla bağlı da sizlərə məlumat verəcəm, zəhmət olmasa. Demək, bax, klubun, öncə onu deyim ki, klubun rəhbəri Sərxan bəydir və eyni zamanda bax, klubun forması ağ rəngdə milli atributlardan istifadə olunub. Qarabağ atı və Azərbaycan bayrağı çox gözəldir. Hal-hazırda hesab 4-2-dir bizim komandamızın xeyrinədir və bu tarixdə ilk dəfə olaraq belə bir hadisə baş verir. Belə bir Azərbaycan komandası Avropada Azərbaycanı təmsil edir. Ümidvarıq ki, illər sonra bu komanda bizi çempionlar, Avrokuboklarda və eyni zamanda Almaniya Bundesligasında təmsil edir. Bax, burada da soydaşlarımız gəlib komandamıza dəstək olur. Demək olar ki, uzaq yoldan gələn soydaşlarımız var. Hətta Avropanın digər ölkələrindən gələn soydaşlarımız var. Baxın, burada da bizim Azərbaycanlılarımız. En güzel olacak. En güzel. Ben bakan şimdi. Bax, burada bizim azarkeşlərimiz. Burada futbola gelirse. Ya Almanya'da. Bax, belə. Belə dəyərli Motivator səhifəsinin izləyiciləri, Azərbaycanlılarımız bax, belə bir uğurlu layihəyə imza atdı.